Bugün sizlərlə abituriyentlərin bir çoxunun çətinlik çəkdiyi məsələnin həllinə baxacağıq. Demək, bizə məsələdə nə deyib? Diploid xromosom sayı 14 olan bitkinin tozcuğu, mərkəzi hüceyrəsi 26 olan bitkinin dişiciyini tozlandırmışdır. Diploid xromosom sayı 14 olan, ilk öncə onu yazırıq. Diploid xromosom sayını 14 kimi işarə edir. Bizə nə deyir? Bitkinin tozcuğuyla. Demək, bu nədir? Erkək bitkidir. Sonra deyir ki, mərkəzi hüceyrəsi 26 olan bitkinin, mərkəzi hüceyrədə uşaqlar bilirsiniz ki, iki hüceyrənin birləşməsindən əmələ gəlir. Xromosom dəstini 2N olaraq qeyd edirik biz. 26-dır və dişi bitkidir. Çünki dişicik deyir bizə. Sonra bizə məsələdə nə istəyir? Mayalanmada iştirak edən hüceyrələrin xromosom dəstinin cəmi neçə olmuşdur? İki qat mayalanmada neçə ədəd hüceyrə iştirak edirdi? 2 ədəd spermi, 1 ədəd mərkəzi hüceyrə, 1 ədəd də yumurta hüceyrə. Biz onları üzərinə 2 ədəd spermi, üzərinə gəlirik 1 ədəd yumurta hüceyrə, 1 ədəd də mərkəzi hüceyrə. Deməli uşaqlar, 2 ədəd sperminin xromosom dəsti nəyə bərabər oldu? 14-ə. Üzərinə gəlirik. 1 ədəd yumurta hüceyrəni, bilik burada 2N-dir, N-ini tapırıq ki 13 edir. 13 gəlirik üzərinə. Və mərkəzi hüceyrənin xromosom dəsti neçə idi? 26. 26-nı da gəlirik üzərinə. Neçə edir? 53. Deməli, mayalanmada iştirak edən hüceyrələrin xromosom dəstinin cəmi 53 olmuşdur. Əziz abituriyentlər, əgər bu tipli suallarda çətinlik çəkirsinizsə, birlikdə araşdıra bilərik.